Belə sualı Mədinə, bu sualın sənə rahat yolunu deyim. Bu sualı oxuyan adam beyni qarışır da, düzdür? Amma Qaraqoyun dövləti ilə Teymur dövlətinin oxşarlığını tap. Hələ Səfəviyə baxma. Qaraqoyunlular biz demişik kimlərlə mübarizə aparmayıb? Net. Biri çıxdıq. Qaraqoyunlu Osmanlı ilə müharibə aparıb? Yox. Qaraqoyunlu balaca bir dərsdir. Qaraqoyunlu dərsində biz Şeybanilərlə mübarizə görmüşük. Qaraqoyun kimlə mübarizə aparıb? Teymuri, Cəlari, Şirvanşah. Kim var başqa? Uzun Həsənlə bir də ay sağ ol. Şeybaniyə də çıxırsan, qalır 2-5. Görürsüz, ikinci hissəyə baxmadım ki, çünki bununla bunun oxşarlığını tap. Bir də hələ denən ki, Səfəvidən fərqi nədir? Gələk indi bu tərəfə. İbrahimlə ikisi də mübarizə aparıb 1412-də, 1405-də, amma Səfəvi görməyib onu. Düzdür? Özü Səfəvi dövləti deyir. İbrahim gör neçənci ildədir? 1400-lərdə. Bir də Uzun Həsən də 1478-də ölübsə, Səfəvilər onda yox idi. Var idi? Yox. Qalır 2-5. Məncə rahat sualdır. Amma dediyim kimi tap mənimlə gələn dərslərdə.